Salam, hər vaxt xeyir olsun. Bugün Masallı İmtahan Mərkəzinin bazar günü keçirdiyi sınaqları 8-ci sinif və 9-cu sinif sınaqlarının suallarının cavablarına baxacağıq. Deməli, 57-ci suala baxırıq. Birinci. 57-ci sualda deyir ki, 9,4 vurulsun 12,3 çıxılsın 9,4 vurulsun 2,3 bərabərdir. Deməli, burada hər ikisindən ortaq vuruq olaraq 9,4-ü mötərizə xaricinə çıxardırıq. Yəni, hər ikisindən 9,4-ü götürsək, qalır 12,3 çıxılsın 2,3 bərabərdir. 9,4 vurulsun. Birinci mötərizəni həll edəcək. 12,3-dən 2,3 çıxanda qalır 10. Bu da bərabərdir. Tam vurub 0-ı açsaq və 0-ın sayı qədər sağa sürüşsək 94-ü 1-ə vuranda cavab olacaq 94. Birincinin cavabı D variantı. Növbətiyə baxırıq. 58-ci sual. Zəhra eşidirsən qızım? 58. Modulda 4 Bəli, çıxılsın kök altında 17 bağladıq. Üzərinə gəl. Modulda 7 çıxılsın kök altında 17 bərabərdir. Biz 4-ə necə baxırdıq? Kök altında 16 kimi baxırdıq. 7-yə isə kök altında 49 kimi baxırdıq. 16-dan 17 təxmin edib çıxanda, yəni kiçikdən böyücü çıxırsansa, modul daxili mənfi alınır. Modul daxili mənfi alınmasın deyə yer dəyişmə edirik. Yəni kök altında 17 çıxılsın 4 yazırıq. Üzərinə gəl. Burada da 49-dan 17 təxmin edib çıxanda, yəni böyükdən kiçiyi çıxanda müsbət alınır. Modul daxili müsbətsə da yer dəyişməyə ehtiyac yoxdur. 7 çıxılsın kök altında 17 alınır. Mənfi kökdə 17 ilə müsbət kökdə 17 islah getdi. Mənfi 4 üzərinə gəl 7 qaldı. Mənfi 4-ün də üzərinə 7 gələndə müxtəlif şairələr çıxılır. Modulca bölgün şair qalır. Doğru cavab D variantı. Növbəti 59-cu suala baxaq. Deməli, 59-cu sualda deyir ki, D1 D2-yə paralel olarsa, bucaq C-ni tapın. Burada texniki səhv edib uşaqlar cavabda olmayacaq deyə. Deməli, burada nə edirik? 140 ilə alfanı toplayıb 180, yəni kənarları toplayıb 180 çıxırıq ki, təpədəki bucağı alaq, yəni 60 dərəcəni alaq. Burada 140 üstə gəl alfa bərabərdir 60 dərəcə. Mənfi 180-i açsaq sağ tərəfə müsbət 180 dərəcə. Və 140 dərəcə üstə gəl alfa bərabərdir 60-ın üstünə 180 gələndə 240 dərəcə. Buradan da alfa bərabərdir 240 dərəcə çıxılsın 140 dərəcə. Bərabər olmalı idi 100 dərəcəyə. Cavab 100 dərəcədir. Cavabda olmadığına görə açıq tipli kimi götürmək olar və yaxud da ki, sizin xeyrinizə hesablamaq olar. 60-cı sualda deyir ki, şəklə əsasən A-nı tapın. Burada düzbucaqlı üstbucaqdır. Düzbucaqlı üstbucaqda da Pifaqor teoremini tətbiq etsək, Pifaqor teoreminə əsasən hipotenuzun kvadratı, yəni 2A-nın kvadratı bərabərdir katetləri kvadratlarının cəminə. Yəni A kvadrat üzərinə gəl 7 kök altında 3-ün kvadratı. 2A-nın kvadratı eləyir 4A kvadrat bərabərdir A kvadrat üzərinə gəl 7 kökdə 3-ün kvadratı. Bax Zəhra, 7-nin kvadratı 49, kökdə 3-ün kvadratı 3. 49-da 3-ə vuranda eləyir. Bax 49-u vuraq 3-ə. Görək nə gedir. 27 2 adı 12 14. 147. 147. Buradan A kvadratını açsaq sola. Olacaq 4A kvadrat çıxılsın A kvadrat bərabərdir 147. 4A kvadratdan A kvadrat çıxanda eləyir 3A kvadrat bərabərdir 147. A kvadratını da tapmaq üçün 147-ni 3-ə bölməliyik. Eləyər 49. Əgər A kvadratı 49-dursa, kvadrat kök alsaq hər tərəfdən A bərabər olacaq 7-yə. Doğru cavab variantı B variantı. Deməli, 61-ci sualda deyir ki, 24 bölünsün x bərabərdir 6 bölünsün 4 tənasübündən x tapın. Deməli, məhsul orta həddədir deyə, onda deyir, tənasübün əsas xassəsinə görə orta hədlərin hasili x vurulsun 6 bərabərdir kənar hədlərin hasilinə, yəni 24 vurulsun 4. X-in yanındakini atırıq məxrəcə, 24 vurulsun 4. 6 ilə 24 get, bəli. Cavab 16-dır. 16-dır. Bəs bunu əvvəldən deyirdin də qızı. 4 4 Siz sanmışım. cavab olacaq Y variantı. Bax belə. Deməli, 62-ci sualda deyir ki, 62-ci sual. Mənfi 7,3 ədədi koordinat oxu üzərində hansı qonşu ədədlər arasında yerləşir? Deməli, mənfi 7,3 koordinat oxu üzərində sola getdikcə mənfi 8-ə yaxınlaşır, sağa getdikcə isə mənfi 7-yə yaxınlaşır. Deməli, bu mənfi 8 və mənfi 7 arasında yerləşir. Doğru cavab A variantı olacaqdır. Deməli, 63-cü suala baxırıq. 63-cü sualda deyir ki, mənfi 5,3 ədədinin tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Demək olar, mənfi 5,3-nin tam hissəsi bunun bir vahid azalmış formasıdır. Yəni, mənfi 6.
Onda belə yazılır ki, -5,2-nin tam hissəsinin, kəsr hissəsini tapmaq üçün -6-nın üzərinə, bilmirəm neçə gəlmək lazımdır. Bu kəsr hissəni tapmaq üçün 6-dan çıxmalıyam 5,3-ni. 6-nı da qonşunun məxrəcinə görə yazıram 5,3 çıxılsın 5,2. 5 tamdan 5 tam çıxanda 0 tam, 3-də 3-dən 3-də 2 çıxanda 3-də 1. 3-də 1 də bunun kəsr hissəsidir. Bizə dedi ki, tam hissəsi ilə kəsr hissəsinin hasilini. Bunun tam hissəsini -6 tapdım. Kəsr hissəsini isə 3-də 1 tapdım. Bunları da bir növ vuranda 6 ilə 3 7, 2 qaldı. Qarşıda da mənfimiz var deyə cavab olacaq -2-yə bərabər. Yəni doğru cavab B variantı olacaq. Deməli, 64-cü sualda deyir ki, 202.547-də neçə yüzlük var? 100 deyəndə uşaqlar ağlımıza 2 0 gəlir. Sağdan 2 rəqəm atsaq, qalır burada 2025 yüzlük olacaqdır. Deməli, deyir ki, 243-də 2A100 kəsində A-nın yerinə hansı rəqəm yazdıqda düzgün kəsir alınır. Deməli, burada yüzlükləri bərabərdir. Bunun onluğu digərinin onluğundan kiçik olmalı ki, düzgün kəsir alınsın. Yəni, burada A kiçik olmalıdır 4-dən. 4-dən kiçik rəqəmlər də 3, 2, 1, 0-dır. Doğru cavab variantı A variantı olacaqdır. Deməli, növbəti 66-cı sualda deyir ki, bu ifadəsinin qiymətini hesablayın. Burada uşaqlar 35,4 vurulsun. Biz mötərizəni həll eləsək, bax, bir qıraqda mötərizəni həll eləyirəm. 62,4-dən çıxıram 49,9-u. 14-dən 9 çıxanda 5, 11-dən 9 çıxanda 2, 5-dən 4, 1. Elədi 12,5, 12,5 çıxılsın. Digərlərini hələ ki dəymirik, vurulsun 15,4. Və burada çıxmanın solunda və sağında ortaq vuruq olaraq 12,5 var. 12,5-i ortaq vuruq kimi çıxardırıq hər ikisindən. Burada qaldı 35,4 çıxılsın. Digərində qaldı 15,4. Bu da bərabərdir. 12,5 vurulsun. 35,4-dən Şəfqət çıxma hələ. Çünki bundan sonra sizin dərslərinizi izah edəcəm. Çıxılsın 15,4. 4-dən 4 0, 5-dən 5 0, 3-dən 1 2. Tamdan sonra 0-ın mənası yoxdur. Olur mötərizənin cavabı 20. Və buradan tam vurub 0 atsaq, 0-ın sayını da sağa sürüksək, olur 125 vurulsun 2. 125-i də 2-yə vuranda cavab olacaq 250. Doğru cavab variantı C variantı. 67-ci sualda deyir ki, bir maşınla qumun hamısı 8 saata, digəri ilə 9 saata daşımaq olur. Bu maşınlar ikisi bir yerdə işləsələr, 4 saata qumun hansı hissəsi daşınmış olar? Deməli, birinci maşın, əgər bütün işi 8 saata görürsə, deməli 1 saata işin 8-də birini görər. İkinci maşın bütün yükü 9 saata daşıyırsa, deməli 1 saata onun 9-dan 1 hissəsini daşıyır. Və bu maşınlar ikisi birlikdə deyirsə, 8-də 1 ilə 9-da 1-i toplayıram. Bu 8-də 1 ilə 9-da 1-i toplayanda uşaqlar, bu ikisinin birlikdə 1 saata gördüyü işdir. Əgər bizə 4 saat deyirsə, deməli vurmalıyıq 4-ə. Bərabərdir. Mötərizəni hesablasaq 8 ilə 9-a ortaq məxrəc ikisinin hasilidir. Çünki qarşılıqlı sadə ədəddir. 72-ni 8-ə böləndə 9 dəfə, 72-ni 9-a böləndə 8 dəfə. 1 9-un 9, 1 8-in 8. 9 üstə 8 elədi 17. Vurulsun 4. 4 ilə 72 getdi, qaldı 18. Yəni ki, 18-də 17 hissəsi daşınmış olar. Daşınmış. Elə bizdən də daşınmışı soruşur. Cavabımız olacaq 18-də 17. Yəni doğru cavab variantı C variantı olacaqdır. Deməli, burada B kiçik A kiçikdir -9 olarsa A plus B cəminin ən böyük qiymətidir. Deməli, cəmin ən böyük olmasın, toplananların hər birisi ən böyük olmalı uşaqlar. Mənfilərdə də ən böyük hansıdır? 0-a daha yaxın olan. Amma burada şərt verib ki, bizə A -9-dan kiçikdir. Təbii ki, -9-dan kiçik ən böyücü verə bilərəm -10. Və ondan bir vahid kiçik B-yə də -11 verməliyəm ki, cəm ən böyük olsun. Onda A-nın yerinə -10, B-nin yerinə -11 yazıram. Və bizdən də A plus B cəmini soruşur. A-nın yerinə -10, üstə gəl -11. Bunlar da eyni işarəlidir. Eyni işarələr toplanılır. İşarəsini saxlayır. Doğru cavab variantı Y variantı olacaqdır. Deməli, deyir A paraleldir B-yə, C də paraleldir D olarsa, şəklə əsasən alfa bucağını tapın. Deməli, uşaqlar, burada biz əlaqələndirməliyik bir-birinə. Bax, buradakı 3x-la buradakı bucaq uyğun bucaqlardır. Biri çöldə, biri içəridə, bir tərəfdə uyğun bucaqlar. Deməli, burada 3x olacaq və 3x ilə 6x xarici bir tərəfli bucaqdır. A düz xətt ilə B düz xəttinin paralelliyinə əsasən. Və xarici bir tərəfli bucaqların da cəmi 180 dərəcəyə bərabərdir.
Toplayanda 9x bərabərdir 180 dərəcə, x də bərabərdir 20 dərəcə. Əgər biz x-i 20 tapdıqsa, uşaqlar fikir versək, bura 6x-də deməli, onun qarşılıqlısı da 6x-dir. Çünki qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Onda 6x ilə alfanın cəmi, yəni alfa plus 6x, bunlar daxili bir tərəfli bucaqlar olur. Daxili bir tərəfli bucaqların da cəmi 180 dərəcədir. Mən əgər x-i 20 tapmışamsa, gətirib burada yerinə qoyanda alfa plus 6-nı 20-yə vuranda eləyir 120, bərabərdir 180. Buradan da alfa bərabərdir 120-ni atırıq sağ tərəfə, 180-dən 120 çıxılır, eləyir 60, doğru cavab variantı D variantı olacaqdır. 70-ci sualda deyir ki, ABC üçbucağında bucaq A 90 dərəcə. Deməli, bu düz bucaqlı üçbucaqdır. ACB 30 dərəcə və ADB 60 dərəcə olarsa, AD'nin DC-yə nisbətini soruşur. Deməli, burada uşaqlar, biz AB-yə ixtiyar, burada baxsaq ki, ümumi ABC üçbucağında C bucağı iti bucaqdır. 30 dərəcədirsə, deməli, B bucağı ikisi birlikdə 60 olmalı. Çünki düz bucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcə olmalıdır. İndi biz kiçik düz bucaqlı üçbucağa baxsaq, burada düz bucaqlı üçbucaq var. 60 dərəcədirsə D bucağı. Deməli, B bucağının yarısı 30 dərəcə olmalı ki, cəm 90-a tamamlansın. İndi ikisi bir yerdə 60 dərəcə isə, deməli, burada 30 dərəcədir. Onda belə nəticəyə gəldi ki, BD burada bucağı yarıya bölürsə, BD tənböləndir. Tənböləndir. İndi burada baxaq 30 dərəcəli və 60 dərəcəli bucağın xassəsindən istifadə etsək, mən tutaq ki, ixtiyari bir ədəd verə bilərik, heç fərqi yoxdur. Mən əgər bura 3 versəm, tutaq, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. Deməli, BC 6 olacaq. Böyük 60 dərəcəli bucaq qarşısındakı katet isə digər katetin 3-ün kökdə 3 misinə bərabər. Deməli, A-dan C-yə qədər məsafəmiz olacaq 3 kök altında 3-ə bərabər. Sonra, bura bir AD-yə bir x desək, gəlirik 60 dərəcəli bucaq qarşısındakı katet, 60 dərəcəli bucaq qarşısındakı katet, yəni 3. Bərabərdir digər katetin, yəni 30 dərəcənin qarşısındakının kökdə 3 misinə bərabərdir. X-in kökdə 3 misini. Və buradan x-in yanındakı məxrəci atsaq, olur 3 bölünsün kök altında 3. Və məxrəci irrasionallıqdan azad etmək üçün qoşmasına vursaq, bərabərdir 3 kökdə 3. Aşağıda da kökdə 3-ü kökdə 3 alanda 3 edir. 3 ilə 3 getdi, cavab oldu kökdə 3. Deməli, uşaqlar, x-in yerinə yazıram kök altında 3. İndi ümumi A-dan C-yə qədər məsafə 3 kökdə 3-dür. A-dan D-yə qədər məsafə kökdə 3-dür. İndi DC məsafəsini tapmaq üçün uşaqlar, ümumi AC-dən AD-ni çıxmalıyıq. Yəni 3 kök altında 3-dən 1 kök altında 3-ü çıxanda, deməli DC məsafəsi qalacaq 2 kökdə 3. Bizdən də soruşur ki, AD-nin DC-yə nisbətini tapın. AD-miz kökdə 3 idi, DC-ni də tapmışıq 2 kök altında 3. Buradan kökdə 3-lər ixtisar getsə, sürətdə 1, məxrəcdə 2 qalacaq. Yəni cavabımız olacaq D variantı 2-də 1-ə bərabər. 71-ci suala baxırıq. Deyir 6 ədədin ədəd ortası 15-ə, bu ədədlərdən birini çıxdıqda onların ədəd ortası 12-yə bərabər olur. Çıxılan ədədi tapın. Deməli, burada Zəhra deyək ki, 6 dənə ədəd x olsun. Ədəd orta deyəndə ədədləri toplayıb sayına bölmürük. 6 dənə ədədin x-dır, sayına böləndə bölünsün 6. Bu bərabərdir 15-ə. Məxrəcə bir atıb çarpaz vursaq, x bərabərdir 6-nı 15-ə vuranda 90. 90 6 ədədin cəmidir. 6 ədədin cəmi 90-dır, yəni x-dir. Deyir, bu ədədlərin birini çıxdıqda, o x dənə ədəddən birini çıxsan, tutaq ki, y ədədini çıxırsan. Bayaq 6-ya bölmüşdük. Əgər birini çıxırsa, deməli 5-ə bölməliyik. Və bu ədəd orta deyir ki, 12-yə bərabərdir. Məxrəcə bir atıb çarpaz vursaq, x çıxılsın y bərabərdir. 5-i 12-yə vuranda elə də 60. Biz də x-i 90 tapmışdıq burada. X-i yenə gətirib 90 yazsaq, çıxılsın y bərabərdir 60. Y də bərabərdir 90-dan 60 çıxanda 30. O növbəti deyir, çıxılan ədəd hansıdır? Çıxılan ədədimiz 30 olacaq. Doğru cavab variantı B variantı. Deməli, deyir ki, 72-ci sualda 144 üstəl n kvadrat bölü n kəsirinin qiymətinin tam ədəd olması üçün natural n-lərin cəmini tapın. Deməli, bunu ayrı-ayrı kəsirlərin cəmi şəklində yazsaq, 144 bölünsün n kvadrat, üzərinə gəl, n kvadrat bölünsün n kvadrat. Bərabərdir. N kvadratlar ixtisar getsə, yerdə qalır nə? 144 bölünsün n kvadrat, üzərinə gəlsin 1. Deməli, Zəhra, burada 144 bölünsün n kvadratını yazıram, 144 12-nin kvadratıdır. N kvadratda n-in kvadratıdır. Ümumi kvadrat yazıram. Üzərinə gəl 1. Burada n-i yerinə elə natural ədədlər qoymalıyıq ki, 12 bölünsün ki, həmin ədədlərə tam ədəd qalsın. Burada ki, n-in yerinə 12-nin təbii ki, natural bölənlərini yazmalıyıq. 12-nin də bölənləri hansılardır? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür və özünə bölünür.
Natural enlər bunlardır. Bizdən də natural enlərin cəmini soruşur. 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 6, üstəgəl 12. Bərabərdir. 3, 6, 10, 16, o da 12. Cavabımız eləyəcək 28-ə bərabər. 72-nin cavabı 28. Deməli, növbəti 73-cü sualda deyir ki, 56 ədədinin 7-də 6 hissəsini tapın. Ədədin hissəsini tapmaq üçün verilən ədədi hissə göstərən kəsirə vurmaq lazımdır. 7 ilə 56 getdi, 8 qaldı. 8 6-nın doğru cavabı oldu 48-ə bərabər. Növbəti 74-cü sualda deyir ki, mənfi 3,4, 2,7 və 0,6, 4,3 ədədlərinin kəsr hissələrinin cəmini tap. Burada uşaqlar mənfi 3,4-ün kəsr hissəsini tapmaq üçün tam hissəni bir vahid azaldırıq, mənfi 4 və bunu 40 təsəvvür edib 34-ə çıxsaq 6 edir, yəni ki 0,6 kəsr hissə. Birincinin kəsr hissəsi 0,6, qalan hamısında heç birisində problem yoxdur, çünki müsbətdirlər. Üzərinə gəl, 2,7-nin kəsr hissəsi 0,7-dir. Üzərinə gəl, 0,6 elə kəsr hissədir, 0,6-dır. Üzərinə gəl, 4,3-ün kəsr hissəsi isə 0,3-dür. Bu da bərabərdir. Bu elədi 1,3, bu da 0,6. Elədi 1,9, üzərinə 0,3 gələndə doğru cavabımız eləyəcək 2,2-yə bərabər. 75-ci suala baxırıq uşaqlar. 75-də deyir ki, A ədədini 5-ə böləndə qalıqda 3 alınır. B ədədini 5-ə böləndə isə B ədədini 5-ə böləndə qalıqda 4 alınır. Və 3A üstəgəl 4B ədədinin 5-ə bölünməsindən alınan qalıqda. Əslində belə eləyə bilər uşaqlar. Qalığı da gətirib bölənin yerinə yazmaq olar. Burada qalıqları gətirib qiymətlərin yerinə qoymaq olar. Bura 3 versən, bura 4 versən. 3 üçün 9, üzərinə gəl 4 4-ün 16 bölünsün 5. 9 ise 16, 25, 25'i 5'e bölündə 5 düşür. Qalığımız 0 qalır. Bir belə yaza bilərsən. İkinci də ki, elə bir kiçik ədəd fikirləşək ki, 5'e böləndə qalıqda 3 alınsın. Tutaş deyək ki, 8 olsun A. İkincidə də 5'e böləndə qalıqda 4 alınan B olsun 9. Yenə də 3A üstəgəl 4B'də A'nın yerinə 8, B'nin yerinə 9 qoysaq 3 8'in 24, üzərinə gəl 4 9'un 36. Toplayanda bunlar eləyir 60. Yenə də 60'ı 5'e böləndə qalığımız 0 düşəcək. Çünki 12 düşəcək, qalıq 0 qalacaq. Fərqi yoxdur. Hansını istəsəz yazsaz, yenə də qalıq 0 alınacaq. Doğru cavab 0 olacaq 75'də. 76'da deyir ki, sinifdəki 30 şagirddən 30 dənə şagird var. 10'u qızdır. Qız əgər 10 dənədirsə, 30 şagirddən deməli oğlandakı 20 dənədir. Deyir, oğlanların sayı qızların sayından neçə dəfə çoxdur? Oğlanların sayı 20'dir, qızların sayı 10'dur. Neçə dəfə çox olduğunu tapmaq üçün oğlanların sayını qızların sayına bölürük. Cavab olur 2 dəfə çox. Növbətdə deyir, ABC hasilini tapın. Deməli, burada uşaqlar A'nın yerinə 5K yazaram. B'nin yerinə 3K yazaram. C'nin yerinə 4K yazaram ki, ixtisar gedəndə 3 dənə K birbirine bərabər olsun. Gətir burada A'nın yerinə 5K yazıram. Üzərinə gəl B'nin yerinə 3K, çıxılsın C'nin yerinə 4K. Bərabərdir 12. 5K, 3K, 8K, çıx 4K. Eləyir 4K. Bərabərdir 12. K bərabərdir 3. K'nın yerinə 3 qoysaq 5 üçün elədi 15. K'nın yerinə 3 qoysaq 3 üçün elədi 9. K'nın yerinə 3 qoysaq 4 üçün elədi 12. Deməli A'nı 15, B'ni 9, C'ni 12 tapdıq. Gətirib hasilini soruşur bizdən. A'nın yerinə 15 yazıram, B'nin yerinə 9 yazıram, C'nin yerinə 12. Birincisi 15'i 12'ye vuranda 150, 30, 180. 180 da vuruq 9'a. 9 0 0, 9 80 72, 7 yadda 9 1 9, o da 7, 16. Cevabımız olur 1620'ye bərabər. 78-ci sualda deyir ki, n bərabərdir 6 vurulsun 7 vurulsun 35 ədədinin neçə natural böləni var? Deməli uşaqlar 6 mürəkkəb ədəddir. Bunu sadə şəklə gətirsək 2 vurulsun 3, 7 sadə ədəddir. 35'i yazıram, 5 vurulsun 7. Və hər birisini qüvvət şəklində göstərsək 2-dən 1 dənədir, 3-dən 1 dənədir, 5-dən 1 dənədir və 7-dən 2 dənədir. Bizdə də natural böləni soruşdular. Natural böləni tapmaq üçün hər qüvvətin üzərinə 1 gəlməliyik. 1 üstə 1, 1 üstə 1, 1 üstə 1 və 2 üstə gəl 1 bərabərdir. 2 vur 2 vur 2 vur 3, 2 2 4, 4 2 8, 8 üçün 24 olacaq cavabımız. 78-ci cavabı. Deməli, növbəti 79'da deyir ki, verilib ifadə deyir AB hasilini tap. Uşaqlar, burada AB'nin açılışını versək, 10A üstə gəl B bərabərdir 3A üstə gəl 7B. 3A'nı açsaq sol tərəfə 10A'dan 3A çıxılır, eləyir 7A bərabərdir. 1B'ni açsaq sağ tərəfə 7B'dən 1B çıxılır, eləyir 6B. A'nın yanındakı B'nindir, B'nin yanındakı A'nındır. A bərabərdir 6, B bərabərdir 7 olacaqdır cavabımız.
Və bizdən də A vurulsun B hasilini soruşur. A 6-dır, B 7-dir. 6 7-nin cavabımız eləyəcək 42-yə bərabər. 80-ci sualda deyir ki, xarici bucağı 110 dərəcə və 120 dərəcə olan üçbucağın daxili bucaqlarını tapın. Bir üçbucaq çəkək. Xarici bucağı 110-dur. Xarici bucaq təbii ki, üçbucağın xaricində olan bucaqdır. Xarici bucaqları 110 və 120-dir. Bax, bir xarici bucağı 110 dərəcə olsun. Digər xarici bucağı 120 dərəcə olsun. Deyir, üçbucağın daxili bucaqlarını tapın. Birincisi, Zəhra 120-nin qonşusu olacaq 60 dərəcə. 110-un qonşusu olacaq 70 dərəcə. Və üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Onda biz alfa 60 dərəcə və 70 dərəcənin cəmini 180 dərəcəyə bərabər edirik. Buradan alfa üstə gəlir 130 dərəcə bərabərdir 180 dərəcə. Alfa da bərabərdir 130-u atsaq sağ tərəfə 180 dərəcədən çıxırıq 130 dərəcə. Alfa da bərabər olur 50 dərəcə. Bizdən üçbucağın daxili bucaqlarını soruşur. Bir bucağımız oldu 50 dərəcə, digər bucağımız 60 dərəcə, digəri isə 70 dərəcə. Üçünü də soruşduğuna görə uşaqlar cavab olacaq 50, 60 və 70 dərəcə. Və nəhayət 81-ci sonuncu suala baxırıq. Deyir ki, sınaq imtahanı zamanı şagirdlərin 30% 80 sual, 30% 80 sual, 50% 100 sual və qalan 6 şagird. Qalan 6 şagird bütün sualları cavablandırmışdır. Neçə şagird 80 suala cavab yazmışdır? Neçə şagird 80 suala cavab yazmışdır? Birinci biz şagirdlərin sayını tapaq uşaqlar. Deməli, qalan deyirsə, ümumi burada faizimiz 100% olmalıdır. 30, 50, 80%, deməli qaldı 20%. Qalan 6 şagird, yəni 20%-dir də bu. Qalan 6 şagird eləyir burada. Deməli, qalan 6 şagird isə bütün sualları cavablandırmışdır. Bütün suallar deyəndə, yəni 20%-i 6 şagird eləyir də, 6 şagird eləyir. 20%-i 6 olan tapsaq, faiz göstərən tuşlu məxrəcə verilən ədədi 100-ə vurur. Bunlar getib 5 qaldı, 6 5-in elədi 30. Cavabımız oldu 30. Neçə şagird 80 suala cavab yazmışdır? 30-un 30%-i yazmışdır da. Neçə şagird 80 suala? 80 suala bütün şagirdlərin 30%-i. Bizim bütün şagirdimiz 30 nəfərdir. 30-un 30%-ni tapmalıyıq. 30-u 30-a vurub 100-ə bölməliyik. Hərəsindən 1 0 getsə, deməli 9 dənə şagird 80 suala cavab yazmışdır uşaqlar.